Alt play-offda İtalyan klublarının məğlubiyyəti, Bodo möcüzəsi, Dalujda iqçi ifadələr və Tofiq Bəhramovda tenis hesabı. Siz Var Arxası və Ali Futbol YouTube kanallarındasınız və burada biz Çempionlar Liqasının alt play-offun ilk maçlarını müzakirə edirik və potensial bəlkə cavab maçlarını Fərmandır, Ələkbərdir, Elvindir və Abduldur və həqiqətən məncə möhtəşəm bir ilk oyunlar gördük. Yox, uşaqlar? Fikirləriniz nədir bu haqda? Mənim üçün heç yox. Sənin üçün heç yox, mən çox maraqlıdır. Bütün təmsilçilərin məğlub olub. Çox maraqlıdır ki, bütün anonsu verəndə əsas oyunu buraxdı da, yəni. Galatasaray, Juventus, o İtalyan komandanı yaxşı. Amma yəni mən də qeyd eləyərdim ona. Xəbəs Galatasaray, Juventus demişkən, burada neçə illərin Juventus fanatı var və ona sadəcə bir sual vermək istəyirəm. Hörmətli Elvin bəy, keçən il Milanla Juventus alt play-offda məğlub oldu. Bu dəfə Juventus kim? Juventus, Inter və Atalanta məğlub oldu. İtalyan futbolunun çəkdiyi bu əzab əziyyət nədir? Bir bizə qısa deyə bilərsən bu haqda nəsə? İtaliyada baş vermiş krizis və futbola olan mentalitet, yanaşma, adət-ənənələrinin itməsi ilə məncə bağlıdır. Çünki hamı başlayıb artıq ya özünü İspanlara və yaxud da İngilislərə oxşatmağa, amma bir onu bilirik ki, İngilislər oynadığı oyunu ancaq İngilislər oynaya bilər. İspanlar öz İspanca, Braziliya öz sambasını elə bilər. Amma İtalyanlar kimi müdafiə etmək ancaq İtaliyada gəlib doğulub, böyüyüb, oranın oyunlarına baxaraq oranın məktəbini keçəsən. İndi isə baxanda ki, Juventusun hətta belə əsas heyətində İtalyan müdafiəçisi heç yoxdur. Yəni, bu onu deyir ki, yəni, problem yenə də o Azərbaycandakı o deyir futbolda niyə belə zəifdir? Çünki uşaq futbolu yoxdur. İtaliyada da gələcək nəsildə müdafiəçilər və müdafiəçi olmaq, o potensiallar artıq itib. Yəni, məncə bununla bağlıdır. Bu fikirlə razıyam bizə nəyə görə? Çünki müasir futbol elə bir şeydir ki, ümumiyyətlə, hamı bu qızıl toplara falan baxır, nə bilməyəm, TikTokda zaten partiyadan futbolçular baxır. Gör ki, bunların arasında müdafiəçi yoxdur. Heç bir başqa ölkəyə müdafiəçi qıtlığı o qədər dəyə bilməz, nə qədər ki İtaliya. Görürlər podkastlar çəkməyə, başlayırlar podkast çəkməyə. Yəni də, ay sağ ol. Bu arada yaxşı təklifim var sənə, sonra maaşa bir dənə yerə göndərmək istəyirəm sənə. Madəm ki, bu yeri kəsib A seriyasının rəhbərlərinə göndərmək olar, çox dərin danışdın İtalyan futbolu haqqında, həqiqətən heç İtalyanlar belə danışmaz. Elə danışaq da o Galatasaray Juventus maçını, keçən buraxılışın ənənəsini pozmayaq, elə bu möhtəşəm oyundan başlayaq. Nə baş verdi uşaqlar? Niyə görə Galatasaray, belə deyim, yüngülvari Juventusu öz meydanında incitdi? Mən keçən verilişdə deyəndə ki, Galatasaray öz meydançasında rəqibdən asılı olmayaraq hər bir komandanın klubu məğlub edə bilər. Məndən burada biraz zarafatlaşdılar. Çünki öz evində San Juliası uduzurlar da, yəni normal. San Juliası uduzub Liverpool, Atletico Madrid, Juventus uddular. Ondan başlamaq istəyərdim ki, ən birinci Juventus normal başladı oynamağa birinci hissədə. Birinci Bremer zədələndi. O böyük itkidir hal-hazırda Juventus üçün. Sonra necəsə oldu ki, oyuncu adı yadımdan çıxdı sözünü. Barış bu həyatda ən yaxşı bir şey oydu ki, qaçmaq sürəti var. O sürəti də Cambiaso qarşı istifadə edir. Sarıdan sonra əvəzləndi Cambiaso, yerinə Cabral girdi, səhv eləmirəm. Cabral yerinə girdi, sonra yerindən çıxdı. Cabal da o da ki, heç belə deyək, 2 dənə sarı və dalacanda əlbət ki, Osimhen. Yenə də Osimhenin qabaqda pressingi, 2-4-cü qolda topu almağı, 5-ci qolda əlbət ki, qol vurmasa da Osimhen çox böyük bir, belə deyək, fayda verdi komandaya. Amma Juventus ikinci hissədə elə bir yadından çıxdı ki, bu stadionda Liga çempionluğa çıxıb. Sadəcə çıxdı ki, elə bir ki, 2-1 uduram, heç nə olmaz, 2-2 olsa da mən gedəcəm evimə, eşiyimə, düzələcək. Mən bir sənə çatmadı. Mən oyun əsnasında, oyun gedə-gedə Telegram kanalımızda da bu ilə bağlı danışırdım. Galatasaray qol vurdu, dərhal cavabını aldı ki, biz əslində bunu keçən podkastda müzakirə edirik ki, Juventus qol buraxsa qayıtmağı çox çətin olacaq. Yəni oyunda ən rahat elədiyi şey o birinci qoldan sonra qayıtmaq idi. Tam səmimi. Ondan başqa heç nə eləmədi. 2-1 önə keçəndən sonra Galatasaray bir dənə fatalist bir dənə futbol oynayırdı ki, mən onu başa düşmədim. Yəni okey, bu Juventusdur. Sən 2-1 hesabı ilə geridəsən, amma öz meydanındasan və birinci hissədə başa düşmüsən ki, sənə Juventus oynamaq şansı verir.
və onlar elə irəli atılırdılar ki, elə bir ki, cavab qarşılaşmasıdır. 83-cü dəqiqədə və onlar qol vurmasalar və salonda məsələ bitir. Və məni çox yəni təəccübləndirdi o məqam ki, Juventus bundan istifadə eləmədi. Çünki ikinci hissənin ortasından sonra Qalatasarayın o tam olaraq bütün var qüvvəsi ilə irəli atılmasının nəticəsində neçə dəfə Juventus əks hücuma çıxdı? Bəlkə bir 3-4 dəfə kəsərli əks hücuma çıxırdı. Əslində ilk hissədə elə Qalatasarayın sənin söz və qüvvət. İlk hissədə Qalatasarayın bu möhtəşəm belə deyim də istəyi çox da uğurlu görünmürdü. Çünki Juventusun əks hücumları çox yaxşı keçirdi. İkinci hissədə mən bilmirəm Okan Buruk mən eşitməmişəm ki, çox bomba motivatordur, amma nə dedisə bu oyunçulara öz planından çəkilmədi. Amma Juventus bunu belə çıxır ki, gözlənmirdi. Yəni kanka Juventus katokun altına düşdü də. Böyle çox biabırçı. Amma Qalatasaray özü də başa düşürdü ki, qonaqda gedib oynayanda, məsələn 3-2, 2-2 zat oyun qutarsaydı, Qalatasaray üçün çətin olacaqdı cavab oyunda. Ona görə onlar maksimum çalışdı ki, 10 nəfərdən istifadə edib dalbadal qolları vursun ki, cavab oyunda daha rahat oynasınlar. Və futbolçuların hücumda fərdi performanslarını qeyd etməyə bilmərik. Osimhen'in baxmayaraq ki, deyəsən qol vurmadı, amma möhtəşəm pressing. Barış mən heç o görmədim Barışın belə oynasın. Türkiyə millisində deyəsən Avropa çempionatı pis oynamamışdı. Yox, dünya çempionatı, Avropa çempionatı oynayıb. Amma ki mən Qalatasarayda sırf belə can atmağını böyük klublara qarşı söhbət. Saşa Boyanı hamı o dəfə belə tənqid edir ki, Bavariya keçdi. Saşa Boyacan gəlib gol vurdu. Özü pis də gol vurmadı ya. Həmin oyunda sağ cinahda 50 yaşlı Kafu da çıxsaydı, o da vuracaqdı. Səndən razıyam. Məsələ təkcə Qalatasarayın qalibiyyəti və gözəl oyunu deyil. Burada Juventusun göstərdiyi, taktikini heç göstərmədiyi oyun haqqında demək lazımdır. İndi hamımız öz klubumuzun çətin günlərində də tərəfində olmuşuq, qələbələrində də sevinmişik. Məğlubiyyəti əlbəttə ki var. Amma ki, zəif oyunlarını da görmüşük öz klubumuzun. Amma mən dünən deyirəm, o günkü Juventusun elə aciz oyun göstərməyi, yəni mən belə də yəni gözləri də olur. O çox pis olur. Yəni oyuna baxırsan, elə də yoxdur. 5 dənə də yoxdur. 5 dənə söhbət deyil ki, lap 10 dənə buraxsın. Amma belə oyunla yoxdur. Amma oyun göstərsin. Bilsən Spalletti nə fikirləşdi? Ya qırmızıdan sonra avtobus qur, dayan, yəni çort sinimdə 3-2, 4-2 bir tər saxla. Gələn oyun bir şey eləyərsən də. Onu da eləmir. Açıq futbola gedir ora. Nə açıq qabaqda da heç nə eləmir. Yəni mənə Kənan Yıldızın ən bərbad oyununu gördüm. Bir həftə bundan qabaq ümumiyyətlə Juventusda ən böyük problem. İndi baxın, məntiqlə özünüz tapın da. Kimin ki kontraktın vaxtı gəlir, yaxşı oynamağa başlayır. 100%. O heç də. Kimsə kontraktını bağladısa, zibili çıxır. Sual verirəm, kontraktı kimi bitirdi Juventusda? Kenan deyildi. Kopmeyners həyatında dubl eləməyib. Doğrudan. Doğrudan ha. Özündən həmin o Kopmeyners qol vurdu. İkinci gol Babat goluydu. Bu neçə ildir bu problem Juventusda var. Makkini 3 dəfə bayla kontraktını uzadıblar onun da, yəni. Görə bu Zaydiyə bu geçsin, Makkini başlayır. Ən yaşlılardan bir də hazır yarım müdafiə Juventus. Yarım müdafiə yox, hücumçu yoxdur, hücumda salırlar. Yəni qış transferində sənin Vlahovic-in yoxdur. David bilmirəm nə yeyib, nə içib. Open'da David olan hamısı hardadır? David yüngül zədə alıb. Vlahovic-in 3 aylıqda amma bitir artıq. Open'da da o deyil də, yəni o 9-luq deyil də o biraz arxada oynayan. Open'da bir sən harda? Open'danın mən həmişə demişəm ki, bir oyunçu hansısa belə underground komandada partladırsa, bu demək deyir ki, o top kluba keçərək həmin oyunu göstərəcək. Juventusun göstərdiyi futbol stilistikasına uyğun olaraq baxsaq, Apenda heç o deyil də. Yəni Apendanı sırf 9 kimi istifadə eləmək, onun əsas xüsusiyyətləri olan yeri gəlmişkən və onu Barış Alper tipində istifadə eləsən sən, o sənə daha çox qatqı, daha çox üstünlük verər. Nəinki 9 nömrə kimi. Bu açıq-aşkar bir məsələdir. Nəsə ki, uzun sözün qısası mənə Qalatasaray, yəni keçən buraxılışımızda danışdığımız sözlərdə Qalatasaray ilə Juventus adlarını sadəcə olaraq dəyişsək, yəni Qalatasaray haqqında nə deyirdisə Juventusa şamil eləsək bu oyunda tapmışıq. Bir dənə sadəcə olaraq komandanın adlarını elə bir səhv demişik.
Juventus 0 oyun, Galatasaray isə hiss elədi, o qan iyisini hiss elədi elə bir ki və başa düşdü ki, məsələni ikinci oyuna saxlamayaq deyə. Ona görə də gəlin bu məsələ burada 100%. Əlinə şans düşüb, başlayıb vurmağa. Yəni vurmağını da qoy qırağa. Deyirsən indi bu krizis niyə var? Yəni müdafiədə Lloyd Kelly deyilən bir adam var da. Bu heç bir Zbonun əsas heyətinə düşməyən bir oyunçudur. Yəni sən komandon pis gündədir və sən götürüb cərimə meydançasında Osimhen'dən ayağının arasında top keçirmək istəyirsən. Ya bu hansı məntiqə sığır? Mən bu o məntiqi mən heç vaxt sənə izah edə bilmərəm. Çünki mən başa düşmürəm İtaliya futbolunu. Osimhen'in oyununa baxıb deyib ki, Osimhen'i tutun. Qalan boş şeydir. Osimhen'i də tutublar. Tutmağını. Sağ-sol gedirlər. Sağ-sol gedib də. Barış elə gedir. Hər şeycə sağ-sol, orta. Bu arada sağ-sol demişkən Lang'ı qeyd etmək lazımdır. Qışda Galatasaray transfer olunub. Napoliyə Conte heç lazım olmadı. Halbuki Napolidə çox zədə var, bilmirəm nəyə görə. Və ən maraqlısı mənə ən ləzzətlənən Galatasarayda nədir hal-hazırda? Həqiqətən hiss olunur ki, o yayda xərclənən o 200-300 milyon həqiqətən Avropada çıxış etmək üçün xərclənib. Hətta prezident də, klub prezidenti dedi ki, Galatasaray yayda ki, adətən Avropalılar bizə nə gözlə baxırlar? Yəni 30 yaşına, 32 yaşına çatan oyunçu gedir Galatasarayda ya da Fənərdə yola verir. Amma həqiqətən hal-hazırda Galatasarayın heç bir əcnəbi belə deyək də keçmişdə super ulduzu və yaxud da indiki ulduzlar olsun da Osimhen kimi yola vermir. Həqiqətən adamlar istəyirlər ki, Galatasarayla nə qədər bacarırsa getsinlər. Çox maraqlı məqamdır. Onun bir də üstünlüyü var. Ümumiyyətlə Türk klublarının indi Fenerbahçe'nin stadionunda oyuna baxmışam deyənə onu Fenerbahçe'yə şamil edə bilmirəm, amma Galatasaray azarkeşlərinin ümumiyyətlə bu İstanbul abu-havası olaraq bu əcnəbi futbolçuya özlərini elə sevdirirlər ki, onlar, mən tam səmimi deyirəm ki, o münasibət olmasaydı Galatasaray hansı oyun göstərməkdən asılı olmayaraq 100 milyon da versəydilər, Osimhen Galatasarayda qalmayacaq. Sadəcə olaraq Icardi'sini gördün, o cürünə anlaşılmayan karyeradan sonra gəldi Galatasaray ikinci baharını yaşayır. Eyni məsələ də Osimhen'dir. Yəni hansı qalma Napoli'dən getdi, nə bilim o klub istəyirdi, bu klub istəyirdi. Chelsea'yə getmədi, maaşla razılaşmadı. Amma azarkeş elə elədi ki, sən opsiya kimi olaraq artıq səndə əminəm ki, Juventus'un da onun kimi futbolçuya ehtiyacı var. Chelsea'nin dünəndən elə bir futbolçuya ehtiyacı var ki, Chelsea o pulu ona verə bilər. Amma o, məhz bax bu azarkeşə görə, yenə də keçən buraxılışa bağlayırıq da, Türkiyə futbolunun özəyi azarkeşlər o qədər sevdirirlər ki, özlərini də həm oyunçuya da bu klubu sevdirirlər ki, ona görə də bax belə oyunçular qalır. Yaxşı keçdin azarkeş məsələsində mən oyunu telefonda baxırdım. Məcbur o 10 pilləri o səsdə 3 pillə qoyub aşağı saldım. Mən başa düşmürəm. Bu Türkiyə o fit var ha. O nətər eləyirlər bu azarkeşlər? 90 dəqiqə dayanmadan. Prosta fit çalarlar belə oturur. Mən tutmuram o Bərəkəti qaçırdılar ya orasında. Yox, bildim, nətər nə ilə eləyirlər? Ağızdan eləyirlər. Mən tam səmimi sənə deyə bilərəm ki, orada indi əcnəbiləri falan saymıram da. Yəni misal üçün Galata belə deyək də, o məkanında, yerində, stadionda gəlib səs çıxarmayan insanlar şərəfsiz kimi baxırlar. Yəni sən 90 dəqiqə ərzində komanda fit çalmalısan, səs söyləməlisən də. Sən bir dənə oyundan sonra bir dənə intervyulara qulaq as, yəni müsahibələrə qulaq as, azarkeşlərin səs yoxdur. Bildiyin səs yoxdur. Çünki orada mümkün deyil. Yəni sən meydana gəlirsənsə, orada da bu atadan babaya, babadan balaya məsələsi çox qabarıqdır. Yəni mümkünatı yoxdur. Yəni sən orada komanda, sən kiminsə yerdə tutmusansa orada ki, oyunları orada çıxma çox çətindir. Sən onu yəni iki qatını verməlisən ki, qardaş, mən belə bu meydanda deyiləm. Yəni və deyə bilməz ki, sayaya görə. Çünki Signal Iduna Parkda da 80 min azarkeş, nə bilim, Bernabeu 80 min azarkeşdir, amma bu səs-küyü heç bir stadion vermir. Yaxşı, səs-küydən danışmışkən mən o gün fikirləşdim ki, bu var arxası podkastının özəyi nədir, onun dəsti xətti nədir, qalan podkastlar nə seçilir və başa düşdüm ki, fərqi yoxdur. Var arxası öz YouTube kanalında yaxud da Ali Futbolla birlikdə biz ehtimal verməyək də. Siz bizim ehtimallarımızı qulaq asın, tərsinə yazın. Ona görə də hesab təxminlərinə ehtiyac yoxdur, qardaşım. Sadəcə faiz nisbətində sizdə neçə faiz keçidə Juventus-a verərsiniz, neçə Galatasaray? Düzəliş eləyim ki, sizə bəli, amma mən qulaq assınlar. Mən 3-1 demişdim hesab. Yaxşı, gəl stolun bu tərəfini kəsək. Hesab 5-2 oldu. Yox, yenə də baxmadı. 3-1, 1-1-dən, 1-2-dən daha yaxın idi. Deyəndə keçəcək qələbədir. Ondan da başqa mən fikirləşirəm ki, yenə də Juventusun adı olaraq var, amma özü yoxdur. Mən hardasa 95-in 5-i görürəm. Qalatasarayda 100%. Ələkbər? Mən hal-hazırda başqa rəqəmlər desəm, mən özümə deməli əks çıxacam deyənə biz
paylaşımı da eləmişik növbəti mərhələyə keçmə şanslarında və Juventusun keçid şansı 15%. 15%. Bu qədər sayı. Juventus azı geçi Elvin. Mən kömək istəyirəm digər ekspertlər. Türk futboluna baxmadığıma görə belə bir sual vermək istəyirəm. Bəli. Qalatasaray avtobus qura bilir. Galatasaray güclü avtobus qurmur. Sadəcə Juventus o potensialı yoxdur ki, Galatasaray avtobusu məcbur eləsin oynamağa. Məcbur Galatasaray hücum edir. Ölür də bu konkret suallara belə də sağ qulaqdan sol qulağa keçirirsən. Avtobus qura bilir. Məncə yox. Yox, qura bilmir. Avtobus heç qurmayacaq. Çox hücumlu komanda. O da ona başa gələcək deyirəm. Aha, intriqa. Baxa başlayacaq ki, Turinə getmək üçün biletlər həqiqətən bahadır. Otelin qiyməti sən asan deyil Turində. Hansısa burada faizini deyirəm. Şirkət sponsor olsa da qəşəng reklam nəsə demək olardı, amma niyə sponsorumuz yoxdur? Öz klubumdur, inanmaq çalışıram da. Neyinin başqa neyini edə bilərəm? Kalan Yıldız, xahişəm, hələ bil ki, türklər də öldü. Keçid faizi. ehtimal ver də 72%. Bunu yada salacağıq. Dedim də sağ. Axırlarda yada salacağıq. Ehtimal neçə? 72%. Bəli, 72%. 72%. Sən də sevdiyin rəqəmi deyirəm partlatda bu gün. 31% verirəm Juventusun keçidinə. Vaxt itirmədən keçən növbəti blokumuz. Sən faiz demədin. Dedim mən 95-in 5-ə. Vaxt itirmədən keçən növbəti blokumuz. Çox sağ. İtir. Sevdiyim komandana inanıram, güvənirəm demişkən, əlbəttə ki, ölkəmizdə də bu klubun azı keçləri var, yox söhbət Interdən getmir. Bodo Glimt Inter 3-1 və Bodo Glimt, nə yalan deyim, həqiqətən tarix yazır da. Yəni 3-4 həftə bundan qabaq komandanın deyəsə 2 xalı var idi liqa mərhələsində və heç bir şansı yoxdur. Və komandaya konkret olaraq deyilib ki, brat, Atletico ilə oynayırsan, City ilə oynayırsan, uçsan, keçirsən növbəti mərhələyə. Adamlar Atletico ilə utdular öz də səfərdə. Öz meydanında City-ni məğlub etdilər və hal-hazırda İtaliyada fərq qoyan bir komanda hansı ki 7-8 xal qabaqdadır İtaliyada. Çempionatın liderinin, bəli. Və mən artıq başa düşürəm ki, mənə elə gəlir ki, İtalyan klubu həqiqətən soyuqda oynaya bilmir. Çünki Lazio-da uduzanda okey, Roma orada uduzanda okey. İndi optimal deyiriksə, Juventus da utdu bu. Juventus şimalda da Turin Alpa yaxın. Özləri də rəşiblərdir. Uşaqlar İtaliyada şimalda amma nəyiz? Bilmirəm Inter haqqında danışmaq istəyirsiniz yoxsa Bodo Glimt haqqında, amma sizin fikirləriniz maraqlıdır. Yaxşı. Mən başlayım. Bodo Glimt Mən başlayım. Həmişə soruşuram. Yox, başlama. Ələk bəşdə. deyiləsi söz yoxdur. Mən söz açıq şokdayam. Mən Interdən orada azından belə deyim də heç-heçə gözləyirdim. O həmin oyunda. Sadəcə soyuqdan da başqa baxsaq ki, oranın ot örtüyü sünidir. Və o da bir az faktor oynamır da. Bodo Glimt öyrəşib, amma ki Inter kimi klub üçün o belə deyək də bir söz səbəbi deyirlər ki, orada belədir, soyuqdur. Sən oynamalısan. 1-1 əla Bodo Glimtin qolu gözləniləndir. Bodo Glimt öz meydançasında hər bir komandaya qol vurur. Ondan da başqası baxsaq ki, Inter ikinci hissədə güclü heç nə yaratmadı. Əgər səhv eləmirəmsə, bir dənə ikinci hissənin əvvəlində Lautaro Martins dirəyə vurdu da topu. Misal üçün. Yeri gəlmişəm, Lautaro o da elə bilir. Lautaro bir kildir odur. Lautaro qollar vurmaqda deyirsənsə heç o bombardier olmayıb. Keçən mövsümdə demirəm bombardier olsun, yəni oyunun. Keçən mövsüm Lautaro birinci yarım ili belə deyək də qışacan yaxşı oynadı. Ondan sonra çox zəif oynadı. Ondan Salah sindromu deyirlərdi. Yarım il oynayır sonra Salah. O da var. Mən Bodo Glimtdən belə sonra açıq belə adama xoş gəlir ki, sürpriz komandalar çıxır, böyük bir klublar qarşı. Əgər baxsaq ki, City, Atletico Madrid və Inter udublar. Atletico Madrid indi okey də güclü komandalar siyasətine əlavə eləmirəm, amma top klubların siyasətine. Top klublar arasına əlavə eləmirəm, amma ki səfərdə Atletico Madridi gedib 1-0 uduzca 2-1 udmaq. Hər kişinin işidir. Özü son turda deyəsən hə. Son turda City-ni 3-1. Nə olsun City indi şimaldır və s. kim oldu? City nə vəziyyətdə olsa da yenə də. Amma yenə də Bodo Glimti təbrik edirəm də hər biri alır. Bir dənə azərkeşi var bizdə, onu da təbrik edirəm. O da icazə versənsə. Mən əslində qeyri-adi bir şey görmürəm. Niyə? İzah eləyim. Cırmayım mən. Ağzımı cırmayın, xahiş edirəm. Bodo Glimt süni örtü məsələsi ilə biraz bir az yüngülcə razı deyirəm. Çünki Asmirada olan, əminəm ki, Asmirada olan süni o ot örtüyü, yəni keçən mövsüm Turan Tovuzun stadionunda olan ot örtüyündən bir 100 milyard dəfə daha keyfiyyətli idi. Bu bir. İkinci məsələ ondan ibarətdir ki, yadımızdan çıxarmayaq da. Bir, Bodo Glimt çox sistemli komandadır. İkinci məsələ ondan ibarətdir ki, əksəriyyəti Norveçli futbolçulardır. Və əksəriyyəti Norveçli, yəni eyni mentalitetə malik olan sistemli komandadır.
Yəni belə komandalarla hansısa qısa müddətli bir məqsədi qarşısına qoyub onu həll eləmək mümkündür. Ona görə də və gəl etiraf eləyək də, onların qalib gəldiyi komandalar hansılardır? Krizisdə olan City top klubdur, razıyam, problem deyil. Amma artıq uzun müddətdir ki, krizisdə olan Manchester City qeyri-stabil Atletico Madrid və nə qədər də İtaliya çempionatında nə performans göstərməyindən asılı olmayaraq Çempionlar Liqasında artıq 2 mövsümdür ki, hətta mən keçən il onların finala çıxmağını bir o qədər də PSG-nin məncə bunu tam olaraq rahat şəkildə göstərdi. Situativ bir komandadır da, yəni. Bu məsələlərin fonunda sistemli və mental cəhətdən kifayət qədər bu komandalara qarşı özünü düzənləyən və əsas məsələ digər bütün komandalardan nisbətdə Bodo Glimt istirahət edib gəlib. Çünki onların çempionatı ilə başlanıb. Onların çempionatı ilə başlanıb. Yəni noyabrda çempionat bitib, onlar 2 ay istirahət eləyiblər. Normal mövsüm öncəsi hazırlıq prosesini keçiblər və ondan sonra Çempionlar Liqasının 2 son turunu oynayıblar. Ondan sonra da play-off. Şoka düşəcək. Hə, ad olaraq razıyam. Amma görülən işə də kölgə salmayaq uşaqlar. Bu doğrudan da bir böyük sistemin nəticəsidir ki, yalnız alqış düşür. Əslində Inter isə ağır oyundan çıxmışdı Juventus. O da var, əslində çox hörmətlə yanaşıram. Mən hər sözümdə dəstəkləyirəm sənə və birincisi, onların mövsümü başlamayıb, Inter isə daimi oynayır və Inter deyə bilmərik ki, pis vəziyyətdə öz stabil oyununu ən azı öz çempionatında oynayır. Bu məqam bir məqamdır. İkinci məqam, sən dediyin məqam, 9 bir Aqaqaş yazmışdı şərhdə. Deyir, nəyə təcrübəniz ki, Bodo Glimt Inter oldu? Bir dənə fikirləşin, Norveç millisi dünya çempionatıdır. İtaliya ilə ora vəsiqə qazana bilməyib. Yəni fikir versən, bu dərin məsələdir. Sənin də deməyin ki, 9 nəfər Norveçli var orada. Bu məsələni təsdiqləyir. Və biz Qarabağa məsəl üçün sürpriz deyirik ki, halal olsun 16-1 final keçdi. Amma Bodo Glimtin məsəl üçün Qarabağla əsas fərqi də ondan ibarətdir ki, Qarabağda 2 nəfər Azərbaycanlı var. Bodo Glimtdə isə 2 nəfər xarici var start heyətdə. Möhtəşəm performans. Həqiqətən çox bəyəndim Bodo Glimtin maçını. Maraqlısı odur ki, ümumiyyətlə Interin lider olmağın həmişə biz bunu gətiririk fakt olaraq ki, güclü əsas oyunlarda həmişə udzur və yaxud da maksimum neçə eləyir. Amma zəif klublara qarşı isə o çox gözəl oyun göstərir və nə qədər də Bodo Glimt deyirsiniz ki, sistemli oyun göstərir, yenə də Inter çox zəif klub sayılır da məncə. 100%, əlbəttə. Hətta burada da Inter o zəif klublara qarşı etdiyi oyun, o pres, yəni 3-1-dən ya 2-1-dən sonra Inter elə bir dənə ştanq oldu da səhvimsə. 1-1-də oldu ştanqa və sonradan 3-1 və heç nə eləmir. Sözə dəstək olaraq Interin özü təmsilçiləri bir həftə bundan qabaq elə Juventus oyunundan əvvəl demişdilər ki, biz Bodo Glimtin nə oynayacağını bilirik. Biz hazırıq çünki bəli dənə aşağı bloklu müdafiə və kəskin əks hücum var, amma meydana gəlib çıxanda görünür ki, çox adam hazır deyil Asmirada oynamaq. Hə. Görsən yenə də bura Asmiradır bura. Elə belə söhbət deyil. Bəli. Bəli, bütün biz çoxsaylı Bodo Glimt azarkeşlərini təbrik etmirik çünki bir tək Qurban var. Qurban biz təbrik edirik. Hələ ki birinci oyundan, ikinci oyun demişlər. Görsən Mas, bir dənə zarafatsız bax bunu da qeyd eləyək də. Bodo Glimtin nəticələri yaxşılaşdıqca, yəni Qaqaşdan uca ada keçirik də başa. Biraz komanda inkişaf etdikcə birazdan Qurban müəllim zət deyəcək. Qurban müəllimə qurban olduğum. Təbii ki, bunlar zarafat. Bəli, təbrik edirik hər iki birinci oyun münasibətilə. İkinci oyun haqqında isə ehtimallarımızı gözləyirik. Fərman. Nə qədər qəribə belə olsa da mən fikirləşirəm ki, Interin hələm də şansı var və 50-50-yə görürəm. 50-50. Okey. Plus minus. 50-50 deməkdir o. Amma yenə deyirəm də, yəni 1% indi paradoksal bir fikir səsləndirəcəm düzdür, amma mənə elə gəlir ki, Bodo'nun işi daha ağırdır. Daha asandır. Galatasaray bütün Galatasaraya söhbət ondan getmir. Yəni Inter məcburən hücuma gedəcək. Inter məcburən qol vurmalıdır. Bodo mənə elə gəlir ki, bu nəticəni qorumaqda daha onun üçün asan olacaq. Nəinki Interin o comeback etməyə. İndi Elvinlə Fərman, Ələkbər bilmirəm 100% cumacaqlar üstümə. Amma nəzərə alsaq ki, İtaliyada ən keyfiyyətli futbol Inter göstərir. Və ona görə də mən bu 10% Sən nə qədər pul verirlər? Mənim dediyim söhbətdə Inter ən keyfiyyətli futbol göstərir. Təsdiqini görmək istəyirsinizsə, açın A seriyasını, baxın görün birincidə kim gedir. Mən həmişə deyirəm İtaliyada ən keyfiyyətli oyun göstərir. Mən demirəm ki, Avropada ən keyfiyyətli oyun göstərir. Birinci yerdə olmağı keyfiyyətli oyun göstərmək. Qətiyyən. Realda bir də
Italiyadır birinci yerdə. La Ligada xal fərqi 2-dir, İtaliyada xal fərqi 7-dir. Bildim də bu o deməkdir ki, deməli İtaliya A seriyasında digər klublar stabil deyil də. Bu Leicester çempionatı. Yəni siz mən sözümü təsdiqləyirsiniz də. Yox. Sən Leicester Interlə müqayisə edirsən. Interlə müqayisə eləmirəm. Mən vəziyyətləri qeyd edirəm. Hansı oyun Əgər komanda? Leicester'ın çempion olduğu mövsümdə İngiltərə Premyer Liqasının bütün komandalara oynadığı yəni olduğu səviyyədə layiq olduğu səviyyədə oyun göstərsəydi Leicester çempion olmayacaqdı. Yəni bu daha demək istəyirəm, mən səhv deyirəm də. Mini Comodan savayı hansı ki Inter uduzub, hansı komanda İtaliyada Interdən daha keyfiyyətli futbol göstərir? Juventus demin Juventus onu 2 ayda eləyir. Bəs mən erməni xaçın söyürəm. Bəs mən onu deyirəm. Hə? Mən deyirəm ki, digər komandalar qeyri-stabildir də. Ona görə birinci yerdədir. Okey də, okey. Faktda Sən mənim sözümü keyfiyyətli təsdiqləmiş olsa da yenə də. Yox. Keyfiyyət oyunun Sən deyirsən ki, Axı bu illərlə davam edir. Ay Nəsə qardaş. dəyişməklə də belə davam edir. Yox da, yox. Necə qəti surətdə Interin ən böyük səhvi o idi ki, onlar Simone Inzaghi-ni komandadan göndərdilər. Vəssalam. Şivo heç nə. Nol idea. Dünənki səslavda gördük də nətər ağzına gələn buraxır. Çünki elə düşünürdü ki, bəs olacaqdı ona da. Ona görə də Simone Inzaghi onları 2 dəfə finala çıxardıb. 3 ilə. Ki bu da təzə gəldi. Bəlkə çıxartdı Nə olsun, yəni göstərilən oyundan gedir. Yaxşı, uzatmayaq. 60-ı 40-a deyirəm Interin keçidlər. İnanıram ki, keçə bilər. belə Extra Kiyevin time də olsa belə. tərifləyirsən, Kiyevə plus minus Simeone'nin taktikasına heç ələ çıxmayıb. Plus minus. Plus minus eyni şey Arne Slot oynayır. 5 Onun sayəsində Premier Liqada çempion oldu. No, okey, Arnold'un bura nə dəxliyyəti var? Sən də Yaxşı, uşaqlar Interi bəyənmir, amma Bəyənmir söhbəti getmir. uşaqlar Interi bəyənmir, amma nəzərə almırlar ki, bu gün mən Yaxşı, bəyənmir. bəyənmir, amma nəzərə almırlar ki, bu gün mən Interin 4-cü formasında ələşmişəm. Biz isə keçirik növbəti bloka. Hə, bu dəfə xəbər blokunu dəyişirik, təqdimatını dəyişirik. Nəyə görə? Çünki Abdul bu günləri Real Madridin əsas formasında oturub. Deməli, ki, Realın əsas formasında, 4-cü 100%. formasında. Benfica Real Madrid oyunu söyüşə açıqdır. Buyurun. Qaqa, Mənə bir dənə şey çatmır ki, bu Vinicius sınava komandadan rədd eləyəcəklər. Başa düşürəm. Sırf oyunçu kimi sırf həmin oyun nəticəni o gətirdi. Qolu da o vurdu. Ondan başlayaq. Çox möhtəşəm də bir qol vurdu. Amma ki, qardaş sən qol vurmusan, mən hər şeyi başa düşürəm. Qol vurmusan, qol sevinci və s. sən gedib niyə o künc bayrağına, nə bilim, sürtüşürsən və azərkeşləri qıcıqlandırırsan və s. də. Sonra da gəlirsən ki, mən neylədim ki? Mənim başım ilçiliylə məşğuldular, mənim başqa sözlər deyirlər. Gəlib oturur zamində, indi bu bombadır, suyu da içir. Sən niyə provokasiya eləyirsən? Provokasiya eləyirsən. Soramda su içirdi da. su içir çünki Çox qara. su içir çünki hər yerdə tapılmır da qardaşım. Yox, indi məsələ də o da. Podkastı bağlayacaqlar. Məsələ sən oynadın, qol vursan, niyə sən qıcıqlandırırsan? Oyun gedir. Bəlkə sən 10 dəqiqə bir fasilə olmasaydı və Benfica-da hücum eləyir, daha maraqlı oyun görmək şansımız vardı. Mən razıyam, Benfica bir zərbəsindən başqa oyunda bir güclü bir şey görmədi ki, o da kurtağa çıxartdı da, belə deyək. Yaxşı, siz deyirsiniz ki, futbolun başını buraxaq, gəl Vinicius-u birinci danışaq. Amma futbolda danışacağıq əslində. Var futbol var idi. Bunun Futboldan, yəni dediyiniz çox güclü başa çıxmır. Bu təzə qaydadır bu belə eləmək. Məsələn, Vinicius-dan sonra başlayıb o tema. Vinicius Valencia oyununda başlayandan sonra UEFA qərar gəldi ki, o ilkçilikdə belə eləyir ki, oynayanı mən sadəcə ləzzət edən bir sənədir. Mən Yox, məntiqsiz deyil. Özüm üçün başa düşmürəm. Mən çox Nədir pauza? Pauzadır. İlkçilik oldu. Saz bilirsən ki, ilkçilik oldu. İlkçilikdir də. 10 dəqiqədən sonra baxır kimin alınır, Araşdırılır. Öz aralarında araşdırılır. Niyə görə oyun davam edir? Çünki heç kim tutan bilmədi ki, o adam nə dedi. Yəni sən tuta bilməzsən də köynəyini Amma gəlib faktı reklam var yazır ki, protokol yazmalısan ki, Vinicius gəldi ki, mən məsələ bir sən nədədir? Bu bütün geniş ictimaiyyət bu ilə bağlı. Vinicius, sən qardaşsan, sən bratsan, narahat olma. Sənin qaradərili olmağın problem deyil və s. və axır. Vallah deyirəm, billah deyirəm. Bu çıxdı Rio Ferdinand bu ilə bağlı danışdı. Düzdür, müəllimin əməlli başlı cındırını çıxartdılar sözə görə. Amma adam da oradan da həqiqəti deyir də. Özü belə normal Kaliforniyada zət hardasa gedim maşında zət də. Stop yataq. Video, video yazırdı ki, qardaş, başa düşdük. Səni indi söyüblər, təhqir ediblər və s. və axır. Amma sən özün özlüyündə bu sualı yaratmırsan ki, durduğu yerdə qol vurmusan, sevindiyin, okey də, cəhənnəm ol ki, keç yeribədə. Sən özün cəmaatı bir loru dildə desək, tırka verirsən cəmaatı, səni susaplayırlar, ondan sonra da gəlib deyirsən ki, o şey deyə, dostuna deyərsən ki, bir dənə söhbət danışacağım, sən heç kimə demə, 0,1 saniyədən sonra
Mourinho vardı bir dəfə suyu içəndə qaqaş dedi ki, hakimə yaxınlaşdı. Deyil də, yəni bu Mən da. həqiqətən mən bu oyundan sonra video çəkdim. Video altında bir neçə izləyici dedi ki, Abdul, sən madridista deyilsən, çünki sən öz oyunçunu, yəni klub azkeş etdiyi komanda oyunçusunu sən atletik dəstəkləmirsən. Mən onda vəhşi güvənciliyi Çox maraqlı məqamdır ki, yaş ona deyəcəm. Həqiqətən kimsə əgər fikirləşsə ki, Vinicius sadəcə getdi, rəqs eləmək məqsədi ilə bu künc bayrağına yaxınlaşdı, narahat olmasınlar. Siz o qədər safsız ki, siz cənnətli adamlarsınız da. Yəni ki, Vinicius qətiyyən provokasiya eləmədi. Birinci məqam. İkinci məqam ki, Vinicius mənim dostumdur, qardaşımdır, ailə üzvümdür. Mən niyə səhv oldu? Düz dedi, səhv dedi. Mən niyə onu müdafiə etməliyəm? Qardaş, konkret o provokasiya oldu, amma bir məqam var. 3 qradus qalxdı deyə. Amma provokasiya cəhətdən onu da demək lazımdır ki, nə oldu? gəldi. Amma provokasiya cəhətdən bir məqamda var ki, nə qədər də o provokator olsa da bu ilkçiliyə yol açmır da rəqibdə. Yəni sən onu söyüb batıra bilərsən, bir rəqib kimi. Sual verin, hissənə bilərsən, amma ilkçilik eləmək düzgün deyil, nə qədər olsa. Nə o nəsə eləsin. Realın 11-liyində bir 5 dənə azından qara dərili var. Niyə o birisilərinə heç kim heç nə demir? Yox, bir sualımı qız. Niyə demir? Bir dənə bundan yapışır. Bütün komandalarda var da. İngiltərədə nə bilim hər komanda 4-5, Chelsea-də 12 dənə qara dərili var. Xırda bir dənə məqamı deyim sənə. Bu tutacaqsan bu söhbəti. Mən razıyam. Amma ki, niyə görə izah edeyim nəyə görə? Çünki bu o qədər sırtıq futbolçudur ki. O qədər. Hə, istənilən insan ümumiyyətlə kütlə baxımından da misal üçün sən video çəkirsən və sənin hansısa videonun altında hansısa şərh səni qıcıqlandırırsa, o şərhlər mütəmadi olaraq səndə davamlı şəkildə sənin videonun altında yaranacaq. Niyə görə? Çünki sən ona reaksiya verirsən. Bunu da aysa luta düşür. Ona görə də bunlar bilirlər ki, bu ifadədən başqa bu sırtığı özündən çıxarmaq mümkün deyil deyənə yeganə belə deyim, manipulyasiya rıçağı kimi ona qarşı bunu istifadə edirlər və salam. O da oyundan sönür. Və bu qəti surətdə o demək deyil ki, buna Türkiyə bu yolla Türkiyəyə gedir də. Bu da neynəsinlər bunlar da? Mən niyə sən danışarsan? Qorumuram, pisdir, yaxşı deyil. Amma demək ki, irqçilərdir və s. və ilaxır. Yəni o da öyle. İrqçiliyin də tərəfini tutmur. Əlbəttə ki, irqçi. Sən çox üzrsən, sən çox düz danışırsan. Amma düz danışmırsan. Mən niyə gülməyəm? Amma Mən biraz gülməyəm istəyirəm. Oyundan sonra oyuncudan o Argentinalı oyuncudan Benfica soruşdu, bəlkə bəs nə oldu, nə baş verdi deyir. Mən onu meymun demədim, mən onu petoq dedim. Kim bu düzəltdi dalat? Yox, bir dəqiqə. Əgər doğrudan da o söz istifadə edibsə, yəni burada irqçilik məqamı belə hop çıxdı aradan və sonra LGBT söhbəti. Futbol Var sayın otu rasizm da, sayın otu sırf futboldan danışsaq, Arbelo gördüyü ki, çox qəşəng taktiki dəyişiklikləri elədi. Sırf Benfica-nın birinci oyununda. Mən çox bəyəndim. Çox bəyəndim. Komanda çox Höysünü çıxmaq şərti ilə. Rüdigerin yanında çox yaxşı oynayır. Rüdigerin yanında pis oynamadı. Ucu 2 oyunda. Pis deyir, Sociedadla penalı yadımıza salaq. Nəysə. Mən bir sənə ləzzət eləyir. Hər dəfə Real Madrid söhbət açılanda ağız boyda açılır dayanmaq belə. Var onda da, ay sağ imkan ver danış, imkan ver. Sizin var da Real Madrid haqqında danışdığımız bir yer var da, olar? Çox sağ ol. Yer Hə, buradır. Hə. Hal-hazırda bizi izləyən tamaşaçılar demək istəyirik ki və dostlarımıza ki, Realdan başqa həmin oyunda Benfica-da oynayırdı. Onu gəlib çıxırdı, da imkan vermədi axı. Benfica baş məşqçisi Jose Mourinho çox gözəl bir sözdür. Mən çox istəyirəm. Çox nadir hallarda onun sözləri məni ləzzət eləyir. Deyir ki, bəs başlayaq ki, Benfica-nın əfsanəsi Eusebio'dur və o qara dərilidir və Benfica fanatları heç vaxt rasist ola bilməzlər. Round. Amma Benfica-nın azarkeşlər rasizm elədi mi? Eləmədi axı. Necə? Azarkeşlər eləməyib, oyunçusu eləyib. Oyuncusu tembol eləyə bilməz. O elə. Qətiyyən elə bilməz. Amma sübut olsa ki eləyir. O müdafiəçi Otamendi idi. O belə o Argentina sayağı o elədiyi o hərəkət, düşovka hərəkət. Hə, onu eləyə bilərlər. Biz düşovka eləyirik amma heç nə qətiyyən. Qardaşım da mən topladım. Demədim, yox, Pieto. Doğru düşovka hərəkəti idi də qardaşım. Yəni Vinicius da burada bir dənə Portugalca, bir dənə subtitrlər yandır ki, bir balaca gözvə su ver, Daniel Alvişan o verdiyi reaksiyanı ver bir dəfə. Oyda o çox zor idi həqiqətən. Yəni super. Elit. Bananı götürüb yeyir və o da budur, oyla o irqçiliyi öldürür. Bir dəfə də ona banan atmadılar bundan sonra. Heç nə demədi. O atan gedib sonra götürür özü yer deyənlər. Görür. Amma Vinicius kimsə su atanda ki qaldım. Nəysə, ehtimal deyirəm ki, Real birinci oyunda məncə hər şey həll elədi. Cavab oyununda heç nə dəyişilməyəcək.
nə bilim hardasa yüngül olsa da Benfica şans vermək istəyirəm, yenə də 95-in 5-ə deyərdim. Ələkbər. Hesab baxımından o qədər də inamlı görsənməsə də, amma verilən ehtimallar arasında ən yüksək nəticə məsələ biri də Real Madrid-dir. Ona görə də 90% ehtimallı. İnanmıram Benfica məsələsi. Mən inanıram ki, Real keçəcək. Amma ki, bir şeyə ehtimal edən faizə qoydum. Yox, asan söhbəti də elə. Real o Realdır ki, heç nədən özünə problem yaradacaq. Oyun başlayacaq, oyun 2-0 hesabla başlayacaq məncə. Ondan sonra düzdür, gəlib sonra hakim penalti verəcək və Real keçəcək 8-də 1. Penalti əlfa yanır. Ehtimal. Yox, keçəcək. Bildim ya, rəqəmdir. 100%. Oba. Elvin belə deyəndə axırda zibili çıxır. Əslində mən Elvinə razıyam, çünki Real tarixən Benfica'dır, nə bilim, Lyon'dur, Ajax'dır, belə tipli klublara vecə var. Amma nəzərə almırsa ki, Benfica onları 8-ci oyunda Liga mərkəzində çox incitdi. Ona görə də mən Benfica'nın heç bir şansını görmürəm. Real daha aqressiv olsaydı, birinci oyunda 3-4 top vurardı. Faizi denəndə zəfər olmalı. 100% keçəcək. Yaxşı, 93%. Prosta bir mırta. Yaxşı. Mırta. Keçək bizim son blokumuza. Əlbəttə ki, bu oyunu biz belə atmosferdə müzakirə etmək istəməzdik, amma buna məcburuq. Qarabağ Newcastle 1-6 və mənim deyəcəyim çox az söz var. Ümid edirəm ki, mənim kolleqalar, üzr istəyirəm kolleqalar, gəlin Qarabağın qələbəsinə ən çox inanan Elvin bu oyunun şərhində başlasın. Niyə elə oldu Elvin? Niyə belə oldu? Çünki Newcastle. Hə də 100% və buraxışın sonunda da adətən belə öyrəşib Fərman. Hə, buyur. Nə deyə bilərəm? Adam heç danışmaq da istəmirdi. Yəni özümü peşman oldum stadiona getməyə. Hələ getdin. Hə, özümüm getdim. Stadiondaydım. Niyə görmədin Ələkbər'dəydim? Bayraqların qabağında. Bayraqlar var orada. Onun arasından bax. Stolbaların arasından bax. 5-ci qolu görmədi. Bir dəfə səhv eləmişəm mən. Bilsən necə idi? Cəfərgil pas verir, tam pauzada mən də YouTube-da zadəşka zad olur. Sonra görürəm ki, Bikario nəsə gedir. Nə deyə bilərik valla? Yəni Premyer Liqada oynayan olan tempə qarşı Qarabağ bunu başa düşürük ki, heç nə eləyə bilmir. Yəni qısa paslar, sən deyirsən, Liverpool'a deyir qısa paslar heç nə girmir də, yəni. Bu gördük ki, yəni başqa cür də uzun paslar elədilər indi. Yəni bu vəbşə pis idi. Hər hansı boyu elə 2 metr idi, zad idi. Yəni xurşovkalardan hündür idilər hamısı. Nəyə bilərdi? Yəni düzdür, istəməzdi ki, böyük hesabla udacaq, amma ki düzdür, ikinci hissə biraz həm də Newcastle-ın arxayınçiliyi, həm də ki bir balaca Qarabağ özünə gəlməyə ki, ümumiyyətlə fikir vermişəm İngilis klublarına qarşı bir balaca mandrajla başlayırlar. Yəni o bir tempə dözmürlər. Məncə yuxarı temp və yuxarı pressing. Medina indiyənə qədər elə səhv eləmişdi Çempionlar Liqasında. Yox, amma çempionat eləyib. Sən nədən məsələdir? Qurban Qurbanov da oyundan sonrakı müsahibəsində onu dedi. Uşaqlar çətin rəqiblərə qarşı oynamışıq. Sadəcə Premyer Liqa komandalarına qarşı oynamağın ən böyük çətinliyi ondan ibarətdir ki, sənin düşünmə vaxtın yoxdur. Hə. Bu düşünməyə vaxt vermir də. Başa düşürsən, sən artıq situativ, intuitiv oynayırsan da. Yəni top gəldi, topu məndən bu normaldır. Yəni biz heç bir halda nə Medina, nə kimisə qınaya bilmirik, amma açıq danışmaq lazımdır ki, bu oyunda iki nüans var ki, həqiqətən də ən çox stabillik baxımından güvəndiyimiz Kevin Medina həqiqətən də çox pis oyun göstərdi. Çox pis oyun göstərdi. Amma məni yenə deyirəm, biz hər birimiz başa düşürdük ki, bu oyunda qalibiyyət çox çətin bir məsələdir. Ən yaxşı, ən fantastik məsələdə heç şey olmalıdır, ola bilərdi bəlkə oynayan. Amma ancaq lakin mən hakimliklə bağlı deməsəm ürəyim partlayır. Niyə görə? Çünki izah edeyim. 2 dənə qol və hətta 3 dənə qol, bax o hakim səhvindən sonra oldu. Bir dənə səhv, bir dənə izah edeyim nəyə görə. Bir dənə o səhv növbəti 3 topa gətirdi bəlkə də. Üçüncü qol idi o səhv olan. Çünki birincini, ikincini başa düşdük. Okey. Ümumiyyətlə küncdən zərbədə Qarabağın Newcastle-da qol buraxmağı kifayət qədər normaldır və biz bunu hətta təsəvvür də edirdik necə var. Qarabağ daim olaraq güclədir biraz sonra. Onlar bizim o taktikamızı oğurladılar. Hə, ona şok oldum. Yəni ona şok oldum. Taktika tapınlara qarşı. Birinci gedin öz Minenyovuz olsun. İki kişisi. Oğlanlığınız olsun. Milli qazat deyirsiniz. Duzqabı. Onu qoydum bura qırağa. Yəni biz 50 ildir o taktika ilə gedirik. Bizə qarşı istifadə elədilər. Bizə qarşı. Necə bizimkilər demək ki, bu bizim taktika. At da özünü onun qabağına. Səncə onlar
Murat ata bir vaxtında eləmədi də göz oldu. Həmin hücumda da gol oldu da. O kəlləlikdən vurdular. Çal oradan Hələ, qol. hələ də o epizodun izahını gözləyirəm həqiqətən penalti cəhətdən. Çünki biz bəlkə də Azərbaycan Premyer Liqasında öyrəşməmiş bir epizodlardır. Amma İspaniyada, İtaliyada daimi olaraq olur ki, top əlin yerdədir və sən yıxılırsan o ələ. O sənin dayaq əlində. Ora top dəyirsə bu penalti deyil. Yuxara baxdı, qərar verdi. Əllə oyun. Ümumiyyətlə bu futbolun mistikasıdır da, yəni. Niyə görə? Çünki bir qayda, deyilən bir qayda yoxdur. Bax, misal üçün, Avropa çempionatı indi ən belə hamının yadında qalan qayda. Kukurelyanın əli söhbəti var idi. Düzü, top qapıya gedir, yerə falan dəymir, amma təbii vəziyyətdədir deyənə, ona görə də penalti deyildi. Burada da yıxılanda, hətta yazılıb, yıxıldığı halda əl yerə dəyirsə, 90 dərəcə altındadırsa, top əlinə dəyirsə, dayaq əli kimi hesab olur. Ona görə də bu epizodda penalti verilə bilməz. Vara baxıb, sən penalti verirsən söhbəti mənə çatmır. Yəni, əllə oyun məsələsində hakimlər o qədər öz başdan söhbət kimi, o qədər individual, özbaşlığı yaradır. Yox, burada hakimdən çox qaydaların bir konkretikasının olmamasına görədir. Yəni, bu qaydanı oxuyan bir şəxs bunu bu cür qəbul eləyir. İkinci şəxs tamamilə başqa cür qəbul eləyir. Ona görə də gedib vara baxıb, ondan sonra bu Süleyman Rəhimov bir dənə bomba söz olduğum günlər mənə çox ləsirlədi. Deyir, bundan da dayaq əl necə olur da, yəni də 100%. Özü əl də yerə dəymiş, lap tutaq ki, heç daymadı. Amma yəni bu dayaq əlinə gedir də. Necə sən bunu sayırsan? Və ona fikrimi tamamlayayım bir dənə oyunla bağlı. Penalti verildi, gol oldu. Ondan sonra dərhal 3-cü gol, 4-cü gol. Yəni 1 dəqiqə aralarında fərq var idi da. 4-0-dan sonra artıq nəsə gözləmək heç bir mənası yoxdur. 5-ci golda sırf elə onun mandrajından sonra gəldi. Müasir qaydalar deyirsən. Kakras ki, o köhnə qaydalar düzdür. 2 dənə orada qayda vardı. Ya əl sıxılıdır, ya əl sıxılı deyil. Yeni qaydalarda həqiqətən qeyd olunub ki, bu qaydalar əsasən ləğv olmalıdır penalti. Çünki deyilir ki, əgər bir əlindən yıxılırsansa və sən əlini yerə qoyursan, nəyə görə ki, yıxılıb dombalaq aşmayasan, o penalti deyil. Plus, arxa-arxaya adam əlini yerə qoyursa, topu görmürsə, o necə yəni penalti ola bilər? Bu arada Kukureli məsələsi təbii əl deyildi. Əl belə idi. Sonra qəbul edir, səhvdir. Nəysə, gəlin hakimliyi məhkəməsi. Təbii, yox. O təbii deyildi, belə idi əli. Əli belə idi. Orada mən nə əlavə edeyim? Əgər Qarabağın yerinə belə deyək də, məsələn, Real Madrid, Barcelona, Liverpool kimsə olsaydı orada penalti verməyəcəkdi. Mən sizə yadınıza sala bilərəm ki, Liverpool-la Real Madrid oyununda eyni belə vəziyyətdə Çaminin əlinə dəydi. Gəlmişdi top. Yox. Fərqi nədir? Okey də dəydi. Yaxşı, gəl o bədənlə yadında deyil. Bu da həmin qayda. Hardasa demək olardı ki, Real Madrid Marcelo oyunu, hardakı Vinicius topu vurdu bilərəkdən. Amma orada iki dənə yox, mən onu demirəm. Mən demək istəyirəm ki, orada böyük bir klub olsaydı, onu verməyəcəkdi. Qarabağa qarşı və daha ondan əvvəldə bir dənə moment oldu, potential red card. Baxıldı. Okey də sən onu da potential red card oldu və hakim oyunu saxlayır. Düzdür? Sən orada heç onun sarı da vermədi. Amma yeri gəlsə təkrarda göstərdilər ki, əgər hakim istəsəydi ona birbaşa qırmızı verə bilərdi. Yox, istəsəydi. Niyə? Var Koxaskiyə qırmızı verə bilər. Baxırlar ancaq bir halda ki, qırmızı. Yox, əgər sən ona qırmızı vərəqə verə bilmirsənsə, sən ona heç bir kart verə bilməzsən. Mən onu demirəm. Mən deyirəm ki, cərimə saxlayırsansa, azından sən ona sarı verməlisən o hərəkətlə. Saxlamışdı onu. Mən Okey. Ondan sonra bir dəfə də elə moment oldu bizdə ikinci hissədə. Keçdi açıq aydın hakimin yanında ayağından vurdu. Oyunu saxlamadı. Çünki bəlkə stadionda indi dinamikada təkrarlar görsək. Biz tərəfdə o şey görsə çox pis yerdə idi. Amma biz neçə dəfə baxdıq da heç nə saxlamır. Qarabağ əlbəttə ki, belə deyək də, güclü pressing Newcastle-ın. İkinci hissədə mən deyərdim ki, Newcastle oynamadı da. City ilə oyunu vardı. Hardasa bəlkəmdə dedi ki, 5 dənə bəsdir. Ola bilər. Amma ki, Qarabağ yenə də halaldır. Elvin Cəfərquliyevi təbrik edirəm. İlk Azərbaycanlı oldu ki, play-offda gol vurdu. Və əlbəttə ki, fəxr edirik ondan. Elvin, amma doğrudan da Qarabağda Bəhlula çox belə ürək ağrısı oldu ki, o Çinə getmədi ki, qalsın öz komandasında və 22-ci dəqiqədə zədələndi. Deyəsən 3 aylıq zədələndi özünə. Bəli, səhv eləmirəm. Çox pis oldu. İndi fikirləşir ki, bilsəydim gedərdim. O Çinə
Amma ki fəxr edici oyunçular var idi dünən. Elvin özü, Sağ ol brat. Kaxarski. Elvin yəni ki, Kaxarski Dünənlər bizim YouTube buraxılışımızda baxmamız, izləməmiz. Elə bu YouTube kanalında bu YouTube kanalda Qarabağ oyununda və Tamirlanla biz bunu dedik ki, dünənki oyunda video çıxanda, video oyunun səhərsi günü yazılır. Çox maraqlı məqamdır ki, həmin oyunda Qarabağın heyətində Kaxarskinin çıxmaq şərti ilə keyfiyyətli oyun göstərən Azərbaycanlı futbolçular oldu. Elvin Cəfərquliyev, Bədavi Hüseynov meydana daxil olandan sonra müdafiə xəttinin tamamilə başqa çox ləzzət elədi. Mən gözləmirdim. Bədavi söhbət ancaq yəni topla təmasdan söhbət getmirdi. Oyunu oxumaq baxımından, yəni mən həzz aldım. Yəni o orada rikoşetdən top qapıya girməyə ona heç bir şey yox. Bədavi də oradan da elə bir ki o mandrajda olan müdafiə xəttini biraz özünə gətirdi ki, şu oyunun. Mən çox heyfslənirəm ki, o birinci hissədə meydanda. Yüngülvari Qurbanov müdafiə etmək istəyirəm. Nəyə görə? Bir çox azarkeş həqiqətən Qurbanov onda günahlandırır ki, sən niyə hücuma meyilli, pressing eləyən komandalara qarşı hücum oynamaq istəyirsən və məntiqi olaraq kimin oyunçular daha keyfiyyətlidir, o da nəticəni qazanır. Amma bir məqam var. Lap Qurbanov müdafiə futbolunu oynatsın, əks hücumlara əsasən və s. və axır. Bir sual var, temp məsələsi dediniz. Bir dənə açaq və təqvimə baxaq ki, Qarabağ kimdən oynayır? Şamaxı, İmişli, Newcastle. Hansı oyunda və hansı komandalara qarşı Qarabağ müdafiə futbolunu praktik eləməlidir? Çempionatda artıq neçə ildir ki, ona, yəni Qurbanov və komandasına qarşı hücum futbolunu təklif edən bir dənə sabahdır. Bir dənə komanda. Və sən o komanda ilə ildə 3 ya 4 dəfə oynayırsan. Kimə qarşı Qurbanov müdafiə taktikasını istifadə eləməlidir, praktikada yetməlidir ki, sonra gəlib onun əsasında Newcastle-a qarşı vəziyyət pis olanda müdafiə futbolunu oynatsın. Mən səninlə razıyam, həm də ki bir tərəfi də var ki, öz meydançasında oynayırsan azından. Amma sən Qalatasaray deyilsən. Mən başa düşürəm, amma ki Qurbanovun fərqləndirici tərəf odur ki, o həmişə kimə rəqibdən asılı olmayaraq, Leverkusen olsun, nə bilim orada Napoli çalışıb topla hücum futbolu göstərsin. Bomba bir şey. Bu təcrübədir də. Bu təcrübədir. Çünki sən açıq danışaqda, lap tutaq ki, sən Newcastle-la avtobus oynasın. Mən sənə əminliklə deyə bilərəm ki, Qarabağ ümumiyyətlə hücuma meyilli futbol oynamasaydı, onlar play-offda olmayacaqlar. Bu bir. Bəli. Məhz hücuma meyilli futbol oynamağının səbəbidir ki, hal-hazırda onlar Newcastle-dan bu play-off oyuna çatıblar. İkinci məsələ ondan ibarətdir ki, oturdun sən avtobusda. Bez variantdır da. Avtobusda protiv Lomaniyyət Priyoma məsələsi də yox da, yəni oyunçu keyfiyyəti, taktiki məqamları da qoysaq qırağa, o qədər individual olaraq güclü futbolçular var ki, bunu qəbul eləmək lazımdır. Yəni sən 10 nəfər müdafiədə saxlasaydın belə, yenə də onlar hansısa individual göstəriciyə görə qol verir. Primitiv belə deyək də Anthony Gordon, bro. Ən primitiv. Ofşe sastavdan böyüdü. 70 baha deyək, 70 milyondur da o. Kim? Gordon 70 milyondur. Newcastle Qarabağdan 28 yoxsa 29 dəfə bahadır. Mən Qurbanov günahlandırmıram ki, mən deyirəm ki, kim ona Azərbaycan Liqasında hücum futbolu təklif eləyir ki, o da otursun, müdafiə futbolunu praktik eləsin. Sözümüzün canı oldu ki, o müdafiə gendirəm də, o müdafiə futbolu ona o nəticəni verməyəcək Avropada. Oynadı da keçən mövsüm yeri gəlmişkən Avropa Liqasında tam müdafiə olmasa da ona yaxın qismli futbol oynamaq istədi. Qələbəmiz oldu da. O da Bodoqlimdə səfərdə. Gələ. Hansı Bodoqlimdə hamı udurdu. Necəsən? Qalan hamıya uduzu, amma ki Qarabağ yenə də nə olsa belə fəxrimizdir. Uğurlar arzulayırıq. Və mən sözüvət dəstək olaraq təklif edirəm ki, biz ehtimal verməyək bu oyuna. Yox. Sadəcə təbrik eləyək ki, bura qədər çatıblar və çox sağ ol deyək və uğurlar arzulayaq. Gələn il bundan da o tərəfə. Həm Qalatasaray, həm Fenerbahçəyə, həm Samsun Spor, hansı ki, mən Qımayını görmədim. Salmayıblar. Mən bir dənə nə istəyərdim ki, bu il Azərbaycan çempionatında doğrudan da Qarabağla sabah belə birinci yer uğrunda çox möhtəşəm bir yarışma göstərsinlər. Sağlam rəqabət. Mən sən deyərdim Qarabağ Avroliqaya getsə daha yaxşı olar. İndi vaxt zamanla onu göstərir. Mən çox da onu fikirləşdim ki, konfrans liqasında, indiki konfrans liqası açmaq, Qarabağ orada yarımfinala qədər gedər. Yox, konfrans yox. Ümumiyyətlə kuboku götürəndə Avroliqaya gedirik də deyirsən. Kuboku götürəndə. Hə, kubok Avroliqada kubok götürüb, çempion olmadı. Ən rahat yarımfinala çıxa bilər.
Bu hal-hazırda İndiki setqə ilə baxsan, yarımfinal da olmasa amma 4-də 1-ə kimi gedə bilər rahat. Amma ki mən bilənə 4 dənə hansısa çempionata kimsə çempion olmasa, Qarabağ çempion olsa birbaşa qrup Çempionlar Liqasında çempion olmalıdır. Hə, Zalzburgda. Nəsə Zalzburgda kimdir və inanır hər şey ona doğru gedir. Nəsə bir çempionatda yoxsa 2 çempion. İsveçrədə 100% elədi. İsveçrə tundur birinci yerdə. Yaxşı da o vaxt bir dənə təsnifat keçəndə sevinirdi. Bəli, indi isə Ona görə deyirəm ki, biraz çıxıb başqa ayrı-ayrı resurslarda çıxıb bu populyar fikirləri səsləndirmək çox rahatdır axı. Sən bilirsən ki, sən bir dənə populyar fikir səsləndirirsən, 15 nəfər də sənin kimi fikirləşir. Düz deyir. Azərbaycanda futbol yoxdur deyənlər zəhmət olmasa Azərbaycan futbolunun ən birinci düşmənliyindən çıxın, çünki bu anormallıqdır. Çünki ən azından bu komandanın göstərdiyi bax bütün bu əziyyət dağ başına qoyduğumuz haqlı şəkildə ən azından dağ başına qoyduğumuz Qurbanqurbanlının zəhmətini yerə vurmaqdır. Azərbaycanda futbol var, inkişaf etmək istəyir. Digər komandalar da buna doğru gedəcək. İnşallah. Əsas məsələ odur ki, və nəhayət ki, bizim Premyer Liqada intriqa var. Bu intriqa həm Sabah üçün xeyirdir, həm Qarabağ üçün xeyirdir. Çox üzrsən bir şey də qeyd edin vaxtı zaman. Mənə ən çox da ləzzət eləyən o oldu ki, stadionda 93-cü dəqiqəyə qədər də hamı qaldı, baxdı, çıxdı, getdi. Bəli. Çox yaxşı. Tamamilə razıyam. Geri gəlmişəm, deyilsən? TikTokda siz stadiondaydınız da görmürünüz TikTokda. Stadionda idik deyəndə stadiondan nə qədər video çıxdı ki, 20 dəqiqədə adamlar gedir. 87-dir. Nə qədər? 87-də falan getdilər. Mən hətta dedim ki, şeydə hissələr arasındakı fasilədə cəmaət çıxırdı, mən dedim absurda gedəcəklər, qayıtdılar. Yəni yalan deməyim, mən getmək istəyirdim. Mən ürəyim partlayırdı, baxa bilmirdim ona. Amma yox, qaldılar. Yox, 87-də 85 normaldır getmədə, popka düşmək istəmirdim. Nəysə, yenə də nə də olsa biz cavab maçını da gözləyirik. Bu Azərbaycan tarixi üçün vacib bir məqamdır ki, nə olsa olar. Heç nə. Gəlin sonda bir anons verək Yüngülvari bizim keçən buraxışla bağlı. Deməli bizim izləyicimiz Kamal hansı ki şərhi ilə partlatdı və Qarabağın imzalı formasını qazandı. Təəssüf olsun ki, hələ ki bizim Instagramı yazmayıb var arxasına və hörmətli Kamal bəy, sənin vaxtın var növbəti buraxışa qədər ki, sən bizə yazasan. Bir minnət yoxdur. Sən bizə yazmasan. Daha sən də qaqaş. Bir həftə də vaxt verir, amma həqiqətən 7-8 gün sonra, yəni gələn buraxışa qədər sən bizə yazmasan, biz artıq növbəti buraxışda məcbur olaraq başqa bir qalibi seçəcəyik. Siz isə var arxası və Ali Futbol YouTube kanallarında Çempionlar Liqasının podkastını izləyirdiniz. Fərman idi, Ələkbər idi, Elvin idi, Abdul idi və çox sağ olun ki, bizi izləyirsiniz. Xoş izləmələr. Sağ olun.